Herkese selam dostlar, ben Yusuf. Ben gördüğünüz kimi GTA San Andreas oynayacağıq. Sürüm 2.11'dir. Mən yükləmişim. Oyunda hər şey sıfırdır. Yəni pul ilə zad yoxdur. Normal GTA San Andreas'dir. Play mod zaten heç yoxdur. Sadədir. Böyle oynayacağıq görə. Nə baş verəcək? Oyun mənim telefonumun dosyalarında qalır. O yükləmişəm, OBB'dir. İndi onu qurdum, girdim, belə açıldı. Görünən odur ki, hələ heç zat eləməmişik, görəcək yerinə yetirməmişik. Ona görə dükan, silah dükanından falan açılmıyor. Bir dənə evə girəcəm. Evə bir dənə girməliyəm. Evimiz belədir, indi çıxaq. Nəsə, burada evə girib çıxandan sonra burada bir görev gəlir. Burada gələndə zəh gəlir. Zənci açaq. Nəsə, belə skip eləyib keçirik, telefon bağlayıb. Sonra bura gəlib giririk. Raidenin yanına gəlirik. Bilmirəm nə söhbət edirlər, amma türkcəsini yükləsəydim, hə, maraqlı olardı. İnşallah türkcəsini də yükləyəcəm. İndi ingiliscə danışırlar, heç başa düşmürəm. Amma olsun da, əsas görevlər yerinə yetirməmizdir. İndi maşından düşdük, gəldik bərbərə. Vüsal Stilin yanına gəlmişik. Biz bəziyəcəkdir. Həmin kimindir o? Böyle qəşəkdir. Olsa Saspidə yekələcəkdir. Yanınıza gələcəm. Yavaşdan getdik evə. Ev yox, burger alacağıq. Burgerimizi alaq. Burada söhbət edirlər. Ağzından ölürlər də, neynərsin? Və bura girmək üçün belə danışırlar, sonra belə. Görüm inşallah bunun türkcəsini yükləyəcəm. Alt yazısı türkcə olacaqdır. Yükləyəcəm, beləliklə oynaya biləcəm. Türkcəsini yükləsəm, Cleo mod vardı, o da gələcəkdir. Mənə $2 falan ver, bir dənə də ver, vəssalam, bəs edik. Raiden indi silahını çəkəcək, pulla almaq istəyəcək, sonra bizi qaçacaq. Arxadan bizi pompalayla vuracaq. Biz maşına minib qaçmalıyıq. Nazırıq. Sonra da buradan qaçırıq. Çatdı. İşimiz vardı. Dərə öz evinə sıxırıq. Mission passet. Və işimiz oldu. Bundan sonra baxın xəritədə bəzi yerlər açılıb. Buradakı görevləri eləyə hər yeri tanıyacağıq.
Məsələn. Nəsə buralarla keçirəm. Məsələ də, onsuz dil də bilmirik. Bilənlər bilər, bilməyənlər. Oy. Böyle. Şöyle. Burada saxlayırıq. Bu divarı spreyləyirik və spreyləyəndən sonra burada bəzi bir-iki divar vardı. Bu bir-iki divarda rəhləyəcək, ondan sonra evlərə gedəcək. İndi bilmirəm harasa vurublar, amma tapa bilmirəm. Birini tapdım. Biri də ki bu evin arxasında olmalıdır. Evin arxasındadırsa mən görəmirəm. Aha. Biraz oyun çox şeydir, tapamamış. Nəsə buradan gedirik təzədən maşına minək. Təzədən maşına minirik. Hadi. Bastım polisi əzdim. You hit this up here, and I'll go up and do another hood. Buranı da rəhlədim. Buranı rəhləyəcəm ha, rəhləməsinə. Prosta gizlin gedib rəhləməliyəm. Dəqiqə qaqışıb gələm buranı. Şeyliyim və zamanlı işiniz yoxdur. Gelin sikdir. Gələ bilərsiniz. Xoy. Məsələn, bəzi yerlər rəhlədik. Bəzi yerlərdə rəhlənəcək. Buradan gəlirsiniz, buradan çıxıb, burada çıxırsınız. Spreyi alırsınız, burada bir yana fıskırtırsınız, pardı. Sonra onun adına gəlir. Biz qardaşımızın yanına gedirik. Bir dənə yumruq atırıq. Qaldı bu. Baxın, biraz problemdir. Qəşə $200. Bəzi yerlərə də aşağı açılacaq. Dostlar, video bu qədər idi. Deməli, böyün nətərini eləmək lazımdır, onu göstərdiyim görevlər. Xəritədən baxıb eləyirsiniz görevlərə. Sizin görevlər bu mərhələdə olacaq. Bu mərhələdən qutarandan sonra bu xəritədə bölgələr görsənəcəklər. Ballas bölgəsi, Sarı Nəbinin Taşon bölgəsi. Zadə elə görsənəcəkdir. Ondan sonra da görevlər başqa yerlərdən çıxacaqdır. Yəni, bu xəritədə görev edəsiniz, bu xəritədə bir də baxasınız, oyun qutardı və s. Bu oyunu yükləmək istəyirsinizsə, bunun linkini mən sizə ata bilməyəcəm, yükləyəsiniz. Ondan yana çalışın bir dənə bu oyunu yükləyin də sadə formasını özünüz istəyirsinizsə yükləyin.
İstərsə girin mənim kanalımdan Cleo mod var, yəni hiləli mod. Onu yükləyə bilərsiniz. Ya da ki Bakı modunu zaten yükləyə bilərsiniz. Çoxlu mod var kanalımda. Yükləyib oynaya bilərsiniz. Amma mən sadə modu sevirəm, yəni klassik mod. Modsuz qəşəngdir. Ona görə xoşum gəlir. Heç zət dostlar, bu videonun elə bil davamını gətirəcəm də. Hər şeyi belə dayandıracam. Başqa görevlər, qalan görevləri də eləyəcəm. Video çəkə-çəkə. Nəysə dostlar, videom bu qədər idi. İnşallah bəyənərsiniz, kanalıma abunə olarsınız. Bilmədiyiniz şey varsa yoruma yazın, mən sizə cavab verəcəm. Cavab vermə şeyi yoxdur. Mən həmişə cavab verirəm. Videom bu qədər. Deməli, sağ olun, özünüzə yaxşı baxın. Sağ salamat.